Sağ olun dostlar. TikTok'ta beğeni sayınız azdırsa, beğeni hilesi aktarırsınızsa tam da videosuna rast gelmişsiniz. Bugün size bot beğeniler değil, gerçek beğeniler necə əldə edə bilərsiniz, necə hesablarınızı sürətli bir şəkildə böyüdə bilərsiniz. Bu haqda məlumat verəcəm. Bir çox dostumuz digər saytlardan hesablarına bot beğeni göndərilir. Bilirsiniz ki, bot beğenilər sonradan silinir. Nə yalan deyim, deyirlər ki, bot beğenilərin videolara zərəri var, yəni videoların keşfetini bağlayır. Amma mən bir çox dəfə istifadə eləmişəm. Düzdür, bot beğenilər silinir, amma keşfetim bağlanıb deyə belə bir problemlə üzləşməmişəm. Amma mən sizə tamamilə gerçək bir şəkildə beğeni necə əldə edə bilərsiniz bunu göstərəcəm. Çünki mən bir çox saytdan yoxlamışam, bot beğenilər gəlib. Amma mənim göstərdiyim metoddan istifadə etsəniz videolarınıza gerçək beğenilər, yəni Azərbaycanlı beğenilər göndərə biləcəksiniz. Yəni xarici beğenilər deyil, eyni zamanda gerçək izlənmələr göndərəcəksiniz. Bunlar da hər biri Azərbaycanlı izlənmələr olur və yoxladığım qədərilə keşfetə də yardımcı olur. İndi isə sözü çox uzatmadan gəlin videomuza keçək, görək TikTokda beğeni izlənmə sayımızı necə artıra bilərik. Eyni zamanda dostlar, hər videomuzda olduğu kimi kanalımıza abunə olan, videonu bəyənən və TikTok istifadəçi adını yazanlara TikTok beğeni hiləsini pulsuz bir şəkildə hədiyyə eləyəcəm dostlar, bilginiz olsun. İndi isə keçək videomuza. Dostlar, Google'a gələcəksiniz, takipçi.com yazacaqsınız. Çıxan ilk aşırı loqolu sayt, bura daxil oldunuz. Bura daxil olduqdan sonra TikTok paketləri var. Bura gəlirsiniz. Buradan həm takipçi, yəni TikTok izləyici satın ala bilərsiniz. Eyni zamanda bəyənmə, izlənmə və keşfet paketləri də satın ala bilərsiniz. Keşfet haqqında da məlumat verəcəm. Videonun sonuna qədər izləyin. TikTok bəyənmə satın ala bölümünə gəlirsiniz. Buradan istədiyiniz paketi seçərək istədiyiniz qədər videolarınıza gerçək bəyənmələr göndərə bilərsiniz. Geri qayıdaq, keşfet haqqında da məlumat verim. Baxın, burada keşfet paketi var. Bu nə işə yarayır? Burada gerçək insanlar videonuza yorum yazır, videonuzu bəyənir, videonuzu sona qədər izləyir. Bilirsiniz ki, TikTokda əsas olan videonuzu nə qədər izləyirlər, neçə saniyə izləyirlər, budur. Bu səbəblə TikTok keşfet algoritması hərəkətə keçir, videolarınız keşfetə düşür. Məlumatınız olsun. Bu paketlərdən də istifadə edə bilərsiniz dostlar. Videomu bəyəndinizsə, zəhmət olmasa videomu bəyənin və kanalımıza abunə olun. Xoş günlər.